Görünür, kiberdələduzlar artıq klassik hesab sındırılması üsullarından daha çox istifadəçinin maraq üzərindən işləyirlər. Linklər adətən tanış dizaynla hazırlanır və istifadəçidə etibar hissi yaradır. Bir çox halda keçid profil linki və ya video açılışı kimi görünür. Bəzi səhifələrə daxil olduqda həmin linkləri bio hissəsində görürük və daxil olmaq istəyirik ki, videoya və yaxud da şəkilə baxaq. Lakin heç bir şey açılmır, nə video, nə şəkil. Hansı ki, kameraya daxil olmaq üçün icazə istəyir. Və orada hə sözünü basdıqda görürsünüz ki, qara bir ekran gəlir və bizim şəklimiz ora düşürmüş digər şəxsin, hansı ki, linki ora qoyan şəxsin Telegram kanalına. Həmin o keçidə daxil olmaq istəyəndə birinci mənim qabağıma kamera icazəsi çıxdı. Mən onu qəbul elədim, icazə verdim. Lakin ondan sonra heç bir səhifə açılmadı. Əvvəlcə başa düşmədim. Daha sonra isə bu xəbərlər yayılandan sonra bildim ki, bu əslində kibercinayət imiş. Sosial şəbəkələrdə istifadəçilərə məhz bu formada linklər təqdim olunur. İlk baxışda adi sosial hesaba keçid kimi görünsə də, ancaq daxil olanda səhifədə kamera üçün giriş icazəsi istəyir və fərqində olmadan görüntünüzü paylaşırsınız. İndi isə bu keçidə icazə verəcəyik. Gördüyünüz kimi mənim şəklim artıq burada yayımlandı. Məqsəd isə yalnız şəkil əldə etmək deyil, toplanan görüntü sonradan saxta profil yaratmaq, sosial mühəndislik hücumları və ya şəxsi məlumat toplamaq üçün də istifadə oluna bilər. Şübhəli linklərə daxil olmadan əvvəl bir neçə saniyəlik yoxlama böyük təhlükələrin qarşısını ala bilər. Linkin domen adına baxmaq, tanınmayan səhifələrə kamera icazəsi verməmək, hesabların rəsmi keçidlərini yoxlamaq təhlükəsizliyin əsas addımlarındandır. Bu formada biometrik məlumatların əldə olunması istənməyən senaryolara gəlib çıxara bilər və vətəndaşların biometrik məlumatları vasitəsilə onların bank tətbiqlərinə giriş və ya onların adına bank hesablarının açılması və müxtəlif dövlət qurumlarındakı hesablarına daxil olmasında biometrik imzalardan istifadə oluna bilər. Həmçinin də biometrik imzalardan vətəndaşın adı ilə müxtəlif Google, Microsoft tətbiqlərinə də daxil olmaq mümkündür. Mütəxəssislər tövsiyə edir ki, sosial şəbəkələrdə naməlum keçidlər açılarkən ehtiyatlı davranılsın, 2 mərhələli doğrulama kodu aktiv edilsin və hesab təhlükəsizlik məlumatları mütəmadi yoxlanılsın. Əzizə Mahmudzadə, Nail Şahbazov, Telesəhər.